Salam əziz izləyicilər, mən Mustafayeva Simnarə Heydər Əliyev adına müasir təhsil kompleksində riyaziyyat fənnini tədris edirəm. Bugünkü mövzumuz çayda hərəkət məsələləridir. Çayda hərəkət məsələlərini başa düşmək üçün bəzi anlayışlarla tanış olmaq lazımdır. Ümumiyyətlə, yəqin ki, tez-tez məsələlərdə göldə hərəkət, qayığın çayda hərəkəti, axınla hərəkət, axına qarşı hərəkət, bu tip məsələlərlə rast gəlmisiniz. Və bu məsələlər əksəriyyətinizdə çətinlik yaradır. Bu çətinliyi aradan qaldırmaq üçün gəlin ümumiyyətlə o məsələlərin mahiyyətini başa düşməyə çalışaq. Əgər mahiyyətini başa düşsək, onları həll etmək bizim üçün çətin olmayacaq. Göldə hərəkətlə çayda hərəkət bir-birindən fərqlənir. Çünki qayıq, kater və yaxud hansı bir nəqliyyat vasitəsi göldə hərəkət edərkən öz sürəti ilə hərəkət edir. Yəni ona heç bir başqa sürət təsir etmir. Çünki göldə suyun hərəkəti olmur. Amma çayda hərəkət zamanı isə katerin və yaxud qayığın öz sürətinə çayın da sürəti təsir edir. Çünki qayıq çayda olmasa belə çay hərəkət edir. Çünki onda deməli çayın da öz sürəti var. Amma göl hərəkət etmir. Deməli gölün öz sürəti, göldə suyun öz sürəti yoxdur. Birinci fərqimiz bundan ibarət oldu. Çayın sürəti var, lakin gölün sürəti yoxdur. Göldə hərəkət zamanı qayığın, katerin öz sürətinə durğun suda sürət deyilir. Və bəzi məsələlərin həllində bu bizə kömək olacaq. Bu anlayışı bilməyimiz bizə çox kömək olacaq. Tutaq ki, sal çayda hərəkət edir. Sal heç bir sürətə malik deyil. Yəni onun özünün sürəti yoxdur. Onu yalnız hərəkətə gətirən çayın sürətidir. Deməli, sal əgər çayda hərəkət edirsə, öz sürəti olaraq 0 qəbul edəcək, ancaq çayın axma sürətinin köməkliyi ilə ona sürət veriləcək. Gəlin, çayda hərəkət məsələlərini başa düşməyimiz üçün belə bir situasiya ilə təsəvvür edək. Tutaq ki, küləkli havadır, biz küləkli havada yol gedirik. İki hal ola bilər. Ya biz küləyin istiqamətində hərəkət edirik, ya da küləyə qarşı hərəkət edirik. Küləyin istiqamətində hərəkət etsək, bizim sürətimiz daha da artar. Bizim sürətimizin artmağına nə səbəb olur? Təbii ki, küləyin sürəti. Ancaq küləyə qarşı, yəni küləyin əks istiqamətində hərəkət etsək, fikir verərik ki, bizim sürətimiz azalır. Yəni küləyin sürəti bizim sürətimizə mane olur. Məncə bu küləkdə hərəkət bizi çayda hərəkət məsələlərinə keçid almağa kömək eləyəcək. Çayda iki cür hərəkət ola bilər. Çayın axını ilə hərəkət və çayın axınına qarşı hərəkət. Əvvəlcə ekranda gördüyünüz işarələmələri daxil edək. Katerin, qayığın, teplaxodun öz sürətini və yaxud durğun suda sürətini və öz sürəti ilə işarə edək. Çayın axma sürətini və indeksində axma ilə işarə edək. Çayın axını ilə sürətini və axınla, çayın axınına qarşı sürətini isə və axına qarşı işarə edək. Qayıq çayın axını ilə hərəkət edir və qayığın çayın axını ilə sürətini tapmaq üçün onun öz sürətinə çayın axma sürətini əlavə etmək lazımdır. Deməli, V axınla bərabərdir və öz sürəti üzərinə gəlinsin və axma. Qayığın çayın axınına qarşı sürətini tapmağımız üçün isə onun öz sürətindən çayın axma sürətini çıxmaq lazımdır. Yəni, V axına qarşı bərabərdir və öz sürəti çıx və axma sürəti. Ekranda gördüyünüz cədvələ nəzər yetirək və boş qalan hissələri dolduraq. Gördüyünüz kimi cədvəlimiz 4 sütundan ibarətdir. Birinci sütun öz sürətini, ikinci sütun çayın axma sürətini, üçüncü sütun axınla sürəti, dördüncü sütun isə axına qarşı sürəti əks etdirir. Birinci sətirdə belədir.
öz sürəti 12 km/saat, axma sürəti isə 3 km/saatdır. Onda biz axınla sürəti tapmaq üçün öz sürəti ilə axma sürətini toplamalıyıq. Bu zaman alırıq ki, 12 üstəgəl 3 bərabərdir 15 km/saat. Axına qarşı sürəti tapmaq üçün isə öz sürətindən, yəni 12 km/saat sürətdən 3 km/saat sürəti çıxmaq lazımdır. Alırıq ki, 9 km/saat. İkinci sətirdə çayda hərəkət edən qayığın öz sürəti məlumdur və axınla sürəti məlumdur. Çayın axma sürətini tapmaq üçün axınla sürətdən çayda hərəkət edən qayığın öz sürətini çıxarıq. Onda alırıq ki, 25 çıx 23 bərabərdir 2 km/saat. Axına qarşı sürəti tapmaq üçün isə qayığın öz sürətindən çayın axma sürətini çıxarıq. Yəni 23 km/saatdan 2 km/saata çıxsaq, alarıq 21 km/saat. Üçüncü sətirdə isə qayığın öz sürəti məlumdur və axına qarşı sürəti məlumdur. Onda axma sürətini tapmaq üçün qayığın öz sürətindən axına qarşı olan sürəti çıxarıq. Alarıq 4 km/saat. Çayın axma sürətinin tapılması bizə çayın axını ilə sürətinin tapılmasına kömək edəcək. Yəni, öz sürətin üzərinə çayın axma sürətini gələrik və alarıq 28 km/saat. Dördüncü sətirdə isə çayın axma sürəti məlumdur və qayığın çayın axını ilə sürəti məlumdur. Onda qayığın öz sürətini tapmaq üçün axınla sürətdən çayın axma sürətini çıxmış olarıq. Alarıq 17 çıxılsın 4 bərabərdir 13 km/saat. Əgər qayığın öz sürəti məlumdursa, çayın axma sürəti də məlumdursa, çayın axınına qarşı hərəkəti zamanı qayığın sürətini tapmış olarıq. Yəni 13 km/saat çıxılsın 4 bərabərdir 9 km/saat. Bəzi məsələlərdə qayığın çayın axını ilə və çayın axınına qarşı sürətləri məlum olur və bu zaman bizdən çayın axma sürətini və qayığın öz sürətini tapmaq tələb olunur. Birbaşa olaraq qayığın öz sürətini və çayın axma sürətini tapmaq üçün bəzi düsturlar mövcuddur. Gəlin bu düsturların alınması ilə tanış olaq. Ekranda gördüyünüz kimi bir düsturu ilə axınla sürəti, iki düsturu ilə axına qarşı sürətin düsturunu yazmış olduq. V axınla bərabərdir. V öz sürət üstəgəl V axma. İkinci düsturda V axına qarşı bərabərdir. V öz sürəti çıxılsın V axma. İkinci düsturda qayığın öz sürətini əvəz edək. Onda alarıq ki, V öz sürət bərabərdir. V axına qarşı üstəgəl V axma. Bu əvəzləməni birinci düsturda nəzərə alaq və alırıq ki, V axınla bərabərdir. V axına qarşı üstəgəl 2 vurulsun V axma. Onda çayın axma sürətini tapmaq üçün axınla sürətdən axına qarşı sürəti çıxıb, alınan fərqi 2-yə bölmək lazımdır. İndi isə ikinci düsturda axma sürətini əvəz edək. Onda alarıq ki, V axma bərabərdir. V öz sürəti çıxılsın V axına qarşı sürət. Bu əvəzləməni bir də nəzərə alsaq, alarıq ki, V axınla bərabərdir. 2 vurulsun V öz sürəti çıxılsın V axına qarşı sürət. Və bu zaman alırıq ki, V öz sürət bərabərdir. V axınla sürət üstəgəl V axına qarşı sürət bölünsün 2. Yəni, qayığın öz sürəti çayın axını ilə və çayın axınına qarşı sürətlərin cəminin yarısına bərabərdir. Belə bir məsələyə baxaq. Motorlu qayıq iki körpü arasındakı 72 km məsafəni çayın axını ilə 3 saata, çayın axınına qarşı 4 saata gedir. Qayığın öz sürətini və çayın axma sürətini tapın. Bu məsələni həll etmək üçün motorlu qayığın çayın axını ilə sürətini tapmaq lazımdır. Bundan ötürü 72 km məsafəni 3 saata bölmək lazımdır. Alacağıq 24 km/saat.
İkinci addımda motorlu qayığın çayın axınına qarşı sürətini tapmaq tələb olunur. Bundan ötürü 72 km məsafəni 4 saata bölsək, alarıq 18 km/saat. Qeyd etmişdik ki, qayığın öz sürəti çayın axını ilə sürət və çayın axına qarşı sürətlərin cəminin yarısına bərabərdir. Axınla sürət və axına qarşı sürətlərin qiymətlərini yerinə qoysaq, 24 + 18 × 2 və bərabərdir 21 km/saat almış olarıq. Deməli, qayığın öz sürəti 21 km/saata bərabərdir. Çayın axma sürətini tapmaq üçün isə axınla sürət və axına qarşı sürətin fərqini 2-yə bölmək lazımdır və bərabərdir 24 × 18 × 2 bərabərdir 3 km/saat. İndi isə çayın axma sürəti, qayığın öz sürəti, qayığın çayın axını ilə sürəti və qayığın çayın axınına qarşı sürətləri haqqında əldə etdiyimiz bilikləri möhkəmləndirmək üçün test tapşırıqları ilə tanış olaq. Test 1. Teplaxod 2 saata çayın axınına qarşı 130 km yol getdi. Çayın axma sürəti 4 km/saat olarsa, teplaxodun öz sürətini tapın. Birinci addımda teplaxodun çayın axınına qarşı sürətini tapaq. Buna görə 130 km məsafəni 2 saata bölmək lazımdır və bu zaman 65 km/saat sürət almış olarıq. Deməli, teplaxodun çayın axınına qarşı sürəti saatda 65 km-dir. İkinci addımda teplaxodun öz sürətini tapaq. Biz bilirik ki, V axına qarşı bərabərdir V öz sürəti çıx V axma və buradan qayığın öz sürətini tapmaq üçün düstur alarıq ki, V öz sürət bərabərdir V axına qarşı üstəgəl V axma. Axına qarşı sürətimiz məlumdur, 65 km/saat və çayın axma sürəti isə məsələdə verilmişdir, 4 km/saat olarsa, V öz sürəti bərabərdir 65 üstəgəl 4 bərabərdir 69 km/saat. Deməli, doğru cavab A variantında qeyd olunubdur. Növbəti test tapşırığı ilə tanış olaq. Kater çayın axını ilə 3 saata 45 km yol getdi. Çayın axma sürəti 3 km/saat olarsa, qayıq geri qayıdarkən həmin yola nə qədər vaxt sərf edir? Gəlin, testimizin həlli ilə tanış olaq. Birinci addımda katerin çayın axını ilə sürətini taparıq. Buna görə axınla getdiyi 45 km yolu çayın axını ilə sərf etdiyi 3 saata bölmək lazımdır. 45 × 3 bərabərdir 15 km/saat. İkinci addımda katerin öz sürəti nə qədərdir sualına cavab verək. Katerin öz sürəti bərabərdir V axınla çıx V axma. Katerin çayın axını ilə sürətini tapdıq 15 km/saat. Çayın axma sürəti isə məsələdə verilib 3 km/saat. Onda V öz sürət bərabərdir 15 çıx 3 bərabərdir 12 km/saat. Əgər kater çayın axını ilə hərəkət edib və geri qayıdırsa, deməli, bizə onun çayın axınına qarşı sürətini tapmaq tələb olunur. Üçüncü addımda V axına qarşı bərabərdir V öz sürət çıx V axma düsturundan istifadə edəcəyik. Və öz sürəti ikinci addımda tapmışdıq. 12 km/saat çıx çayın axma sürəti 3 km/saat bərabərdir 9 km/saat. Məsələdə diqqət edilməli məqam ondan ibarətdir ki, əgər kater çayın axını ilə 45 km yol qət edibsə, deməli, geri qayıdarkən də həmin qədər məsafə qət etmiş olacaq. Deməli, çayın axınına qarşı da 45 km yol getmiş olacaq. Əgər geri qayıdarkən həmin yola sərf etdiyi zamanı tapmaq istəyiriksə, onda getdiyi 45 km məsafəni axına qarşı sürətə, yəni 9 km/saata bölmək lazımdır. Və
Bu zaman alarıq ki, 45/9 bərabərdir 5 saat. Deməli, kater geri qayıdarkən həmin yola 5 saat vaxt sərf etdi. Doğru cavab C bəndində qeyd olunmuşdur. Bugünkü dərsimiz bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.